İlk baxışda gözəl mənzərə dedik biz də sizin kimi. Ölkəmizdə mövcud olan palçıq vulkanlarına maraq böyükdür. Daşgil vulkanı onlardan biridir. Ona görə də orada olduğumuz müddətdə gələnlərin də sayı artırdı. And we are here. It's our 4th day. We are leaving tomorrow. 4 gündür buradayıq. Gözəl ölkədir. Biz Qəbələyə getdik, 2 gün orada qaldıq. Bugün Qobustanı və Bakıda bəzi yerləri gəzirik. Vulkan çox gözəldir. Bizim bələdçimiz var. Kiçik avtomobillə gəlmişik. And here, like the volcanoes was like one of the places. Buradakı vulkanlar görməyi tövsiyə olunan ən məşhur yerlərdən biridir. Azərbaycanla bağlı çoxlu reklamlar görmüşəm. Bu ölkə mədəniyyəti ilə tanınır. Mədəniyyətə görə ən çox tanınan ölkələrin siyahısına baxsanız, mütləq Azərbaycanı görəcəksiniz. We just came, but it looked like amazing place. Biz yenicə gəlmişik. Bura heyrətamiz yerdir. Vulkan çox gözəl görünür. Bu məsələnin gözəl tərəfi. Azərbaycan palçıq vulkanları ilə zəngin diyardır desək yanılmarıq. Amma palçıq vulkanlarına turistlərin kör-körayənə şəkildə gətirilməsi palçıq vulkanlarına ziyan verməklə yanaşı ekoloji mühitə də ziyan verir. Belə ki, bura mütəmadi olaraq turların təşkil edilməsi, hansı ki qaydalara əməl edilmədən bu vulkanların fəaliyyətinə də mənfi təsir göstərib. Demək olar ki, onların fəaliyyətində aktivlik, pasiv mərhələyə keçməkdədir. Buna görə də bax bu şəkildə turistlərin palçıq vulkanına əllərini daxil etməsi, eyni zamanda çirkləndirilməsi qadağandır. Ona görə də Daşgil palçıq vulkanlarına giriş bugündən məhdudlaşdırılır. Daşgil palçıq vulkanı turistlərin bir çox hallarda təəssüflər olsun ki, xaotik istifadə etdiyi palçıq vulkanları qrupuna daxildir. Turistlər burada vulkanların ümumi quruluşuna ciddi zərər yetirmişlər. Eyni zamanda onların vulkandan düzgün olmayan istifadəsi onların təhlükəsizliyi üçün də ciddi nəticələr gətirib çıxara bilir. Orada vulkanların özünü bərpa prosesi bitənə qədər və orada turistlərin səfərləri daha uyğun formada edilməsinə qədər və qəti olaraq turistlərin istifadəsini girişi orada dayandırılmışdır. Bugündən etibarən vulkanların özünü bərpa prosesini ekspertlər yoxlamalardan sonra müəyyənləşdirəcək. Dövlət Turizm Agentliyi isə bu müddətdə turistlərin Qılınc vulkanına gətirilməsini təklif edir. Qılınc palçıq vulkanlarında isə vəziyyət fərqlidir. Turistlər buranı ziyarət edir və palçıq vulkanına yaxınlaşmadan, yəni yatağa tam yaxınlaşmadan həm məlumatlar əldə edə bilirlər, eyni zamanda bu gözəl təbiəti, kadrları ala bilirlər, lenti ala bilirlər. Bu vulkanların qorunmasına, eyni zamanda da turistlərin ərazi ilə də rahat tanışdığına imkan yaradır. Ümumən isə qeyd edək ki, bu ilin ilk 3 ayında Dövlət Turizm Agentliyinin balansında olan turistik yerlərə bilet alanların sayı ötən ilə müqayisədə 90% artıb. Röya Qarabağlı, Mirəziz Mirəlioğlu, AzTV xəbər.